Salam dostlar, Bakıdan, Azərbaycandan salamlar. Kanalıma xoş gəlmisiniz. Mən Əfsanə. İlk dəfədir kanalıma gəlirsinizsə, daha çox kanalımda səyahət videoları paylaşıram. 2 ildən çoxdur ki, tək səyahət edirəm. Backpacklə və təcrübələrimi kanalımda bölüşürəm. Amma indi hal-hazırda Azərbaycanda olduğum üçün çalışıram ki, burada günüm necə keçir, nələr edirəm. Azərbaycanı çəkib göstərməyə çalışıram. Bugün isə mənim çox xüsusi bir gündür. Bugün mənim ad günümdür. Ona görə də ad günümü qərara gəldim ki, tək keçirdim. Həm özümü dinləməyə, bu il ərzində etdiklərimi, nələri dəyişdirməliyəm, nələri daha çox etməliyəm. Yəni, özümlə qalmaq istədim sadəcə, özümü dinləmək istədim. Ona görə də qərara gəldim ki, Bakının səs-küyündən uzaqlaşıb hara gedə bilərəm. Qərara gəldim ki, Nəbatət bağına gedim. Axşam isə bir kafeyə gedəcəm yenə. Spontan edirəm hər şeyi, doğaçlama edirəm. Görək mən bugün nələr gözləyir. İndi isə piyada gedirəm Nəbatət bağına. Təmirdən sonra çox qəşəng oldu, ora çox bəyəndim. Mən içəri şəhər metrosundan gəldim. Şəhər metrosundan çıxandan sonra 40 dəqiqəlik piyada gedə bilirsiniz. Səhv eləmirəmsə yanına avtobus da gedir, amma mən istədim ki, bugün piyada gedim. Bugün daha çox belə söhbətli bir video olacaq. Mən tam aşağıdan təkərlərlə çıxdım, gəldim. Və hal-hazırda şəhərin mənzərəsini görə bilirəm buradan. Demək olar ki, haradasa bir 20 dəqiqəlik yerimə yolum qalıb. Kaça bilsəm. Daha da gəlir. Orada göstərirsən. Keçdim. Orada keçdim. Ümumiyyətlə, mən piyada gəzməyi çox sevirəm. Yəni, saatlarla gəzə bilərəm də. Ona görə də bugün piyada gedirəm. Demək olar ki, yolu yarılamışam. Yolda belə bir slogan gördüm. Gel. Salam. Şirin. Ha, belə bir slogan gördüm ki, bu ülkenin daha çok xoşbəxt qadınlara ihtiyacı var. Və mənim yanıma bir şirin gəldi. Məncə də. Yes, məncə də bu ölkənin daha çox xoşbəxt qadınlara ehtiyac var. Nəinki bu ölkənin, bütün dünyanın. Çünki qadın nə qədər xoşbəxtdirsə, o yerdə enerjilər o qədər yüksəkdir deməkdir. Və bu enerjilər yayıldıqca xoşbəxt bir cəmiyyət deməkdir. Vlog çəkməyə başlayandan bəri ekstra hər şeyə fikir verirəm. Ümumən deyə bilərəm ki, bizdə yolda gedərkən, yol keçərkən falan həqiqətən hörmət edirlər. Maşınlar səkidən belə keçməsən, saxlayırlar və sənə yol verilir. Bunu mən çox bəyənirəm. Yəni, bir çox ölkələrdə bu yoxdur. Xüsusilə dayanlı son dəfə Vietnama getmişdim. Yəni, qırmızı ışıq yansa belə dayanmırlar ki, sən keçməsən də orada. Amma bizdə bu yaxşıdır. Yəni, böyüyə kiçiyə hörmət edirik. Bu qalıqdır. Bizim bu adət-ənənələrimizi sevirəm mən. Ümumiyyətlə, hörmət eləmək, qonaqpərvərliyimiz. Yolun yarısına gəldim. Doğaçlama gəlirəm yadımda qalan qədərilə. Xətrəməsi buradan sola dönməliydim. Açın məpi baxın. Bu arada dostlar, mən hara getsəm Google Maps istifadə edirəm. Rahatça yazıb hər yerə ya da gedə bilərsiniz. Həm Azərbaycanda, həm xaricdə olanda. Yes, düz
gedirəm. Yox, səhv gedirəm. Hara getməliyəm? Nəsə səhv yollara girdim. Deyəsən keçiddən keçməliyəm. Keçiddən keçməliyəm. Nəsə, gəlin keçək, də olmaz geri qayıdırım. Deyəsən, belə getməliyəm. Keçək, buradan görək nə olur. Buradan sonrası yadımdan çıxıb. Mən Azərbaycanda vloglar çəkirəm ki, ümumiyyətlə səyahət etmək istəyirsinizsə kiçik-kiçik başlamaq lazımdır. Ən azından öz ölkəmizdə belə Google Maps istifadə edərəkdən, yeriyərəkdən ətrafı kəşf etməkdən başlaya bilərsiniz. Görsəz ki, sizə çox maraqlı gəlir bu kəşf etmək. Yavaş-yavaş əraziləri genişlədə bilərsiniz. Məncə düz gəlmişəm. Gedək belə. Belə görürəm ki, mən özümə tez bir zamanda mikrofon almalıyam. Videolar mikrofonsuz çəkirəm. Ona görə də səs bilmirəm, yaxşı gedir, getmir yolda. Arxadan səslər gəlir, gəlmir. Ona görə növbəti videolar düşürəm, daha keyfiyyətli olacaq. Bu da çox belə təbii videolar olsun yoldan. Səsli. Bu arada dostlar, artıq mən yolda gəzəndə Azərbaycana bir turist gözü ilə baxıram. Yəni hər şeyə yeni bir gözlə baxıram. Və getdiyim çox yerdə də həqiqətən düşünürlər ki, mən turistəm. Məni İngiliscə qarşılayırlar falan. Mən deyirəm Azərbaycanlıyam sadəcə. Hər yerə o qədər diqqətlə fərqli baxıram ki. Bir dənə kitab oxuyuram hal-hazırda. Gedim bir yerdə oturum, rahatlaşım. Kitabı göstərərəm sizə. O kitabda hadisələr Nepalda keçir və orada xoşuma gələn bir cümlə dünən axşam oxudum. Kitabın adı da çox qəşəngdir və onu dünən oxumağım falan yeni yaşa girirəm. Kitabın adı Həyatımın qalan gününün ilk günüdür. Və orada bir cümlə var. Bir xanım öz kültüründən çox fərqli bir kültürə gedir və orada yadlıq çəkir. Orada başqa bir xanım ona deyir ki, hər şeyi bildiklərini unut, hər şeyə yeni bir gözlə bax. Sanki bir uşaq dünyaya gəlibdir və hər şeyi belə yenidən kəşf edir. Mən də hazırda elə baxıram hər şeyə. Sanki ilk dəfə görürmüşəm kimi maraqlar və hər şey belə daha maraqlı olur. Sən indikanda yaşayırsan, fərqi yoxdur hansı ölkədəsən. Bəlkə sən buradan keçəndə, ikinci dəfə keçəndə buradan əvvəlki detalı görməmişsən. Sən indiki anda olanda hər şeyə diqqətli baxanda daha çox fərqində olursan, daha çox görə bilirsən, daha çox anlaya bilirsən. Bu arada mənim 10 dəqiqəm qaldı. Çatıram. Və heç bir şey yargılamadan sadəcə bir uşaq marağı ilə. Uşaqlar necə hər şeyə maraqlı baxır. Onlara hər şey maraqlı gəlir, nəysə yargılanırlar. Eynilə də bu həyatda. Və bunları sonra situasiyalarda tətbiq edə bilərik. Siz hansı bir situasiyaların içindən keçirsinizsə, ona yaxşı pis adı qoymaqla, əsəbləşməklə falan deyil də, o situasiyalarda bu cür maraqla baxa bilərsiniz ki, görəsən, bu nədir belə? Sadəcə onu öyrənmək və izləyib buraxmaq. Bu qədər. İndi ən sevdiyim küçələrə girəcəyik. Sakitçilik küçələri başlayır. Ətrafı göstərim, sakit dediyim küçə. Belə yol kənarından gəlirsiniz. Artıq sola dönəndə sakit küçələr başlayır. Və bu qarşımdakı da Nəbatat bağının ərazisinə daxil səhvləmirəmsə, yes. Təbiətdə olmaq ümumiyyətlə mənə çox yaxşı gəldiyi üçün biraz torpaqlanım. Mən ümumiyyətlə torpaqda falan ayaq-yalın gəzməyi sevirəm. Ciddi yemək istəyirəm bugün. Daha çox İtalyan mətbəxi yemək istəyirəm. Ona görə ağılda Vapianoya getmək var.
Dostlar biraz getmişdim, fərqinə vardım ki çıxışa doğru gedirəm. İndi geriyə qayıdıram təzədən girişə doğru getməyə. Bura qədər baxmısınızsa kanala abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayaq. Bunlar mənə motivasiya verir ki, mən yeni videolar çəkeyim və kanalım yenidir. Ona görə dəstəkləriniz çox önəmlidir. Belə kanala abunə olmağı unutmayaq. Mən isə gedirəm girişə tərəf. Əgər həqiqətən gəzməyi sevirsinizsə, nəzərə alın, xeyli məsafə var. Bir də mən vlogsa çəkirəm, başım qarışır, amma hal-hazırda yorulduğumu hiss elədim. Çok dincəlmək istəyirəm. Gəldim, girişə çatdım. Heç nə yox. Yəni xeyli yerlidim, amma əsas oldu ki, düz gəldim girişə. Bir anlıq düşünürdüm ki, deyəsən düz getmirəm. Hayli qəşəngdir, hər tərəf güllər, çiçəklər açıqdır. İndi gedək. Qapının girişindən bilet alım. Görə biletlərin qiyməti neçədir? Dostlar, biraz ətrafı göstərim sizə. Bura həqiqətən yazda gəlinməliymiş. O qədər gözəl. Hər tərəfdə güllər, rəngbərəng, açıq. Burada mən. Dostlar, bu arada girişdə cəmi 2 manat ödədim. Kartla da ödəyə bilirsiniz. Bu çox uyğundur. Bu arada girişdə girməyimə ilk addım atmağıma peşman oldum. Mən əlinizdəki nədir, əlinizdəki? Mən deyirəm ki, yəni profesional kamera deyil də, özümü çəkməyə gətirmişəm bura. Bir də baxdım ki, üstə yazdım ki, içəri fotoaparatla girmək 20 manatdır. Mənimki də profesional deyil. Mən də onu orada bildirdim ki, yəni bura profesional şəkil çəkməyə gəlməmişəm. Sadəcə özümü çəkirəm. Kimsə görmədən arada çəkəcəm buraları. Ay Allah, o qədər sevindim, o qədər xoşbəxtəm. Ətraf o qədər gözəldir. O qədər yerməyimi deyir. İndi biraz çəkim buraları, kameranı söndürüb anı yaşayacağım əhmətrə. Biraz burada oturalım. Haydi, o kadar güzel kokular gəlir hər tərəfdən. Burada oturum. Ve burada oturum. Ay. Düşünürəm ki, ad günü bundan gözəl yerdəyəm Bakının içərisində. Keçə bilməzdim. Bu arada dostlar, mən keçən il bura yoga eləməyə gəlmişdim. Burada çox sevdiyim bir yer var. Oranı tapsam göstərəcəm. Burada gəlib təbiətdə yoga eləmişdim. Bu arada mən yoga dərslər də verirəm. Həftədə bir dəfə. Düşünürəm bir dərsi burada eləməyə. Sadəcə bilmirəm icazə varmı? Amma niyə də olmasın? Mən tək gələndə eləyə bilmişdim yəni. Sizə yolda danışdığım kitab çəkim göstərim.
bu kitabdır. Bugün kalan hayatımın ilk günü. Mən türkçə oxuyuram. Çox bəyənirəm. İçində həqiqətən fərqindəlik yaradan söhbətlər var. Burada yasəmənlər var. O kadar gözəl qoxur ki, bu qoxunu sizə ötürmək istəyərdim. Gün axşama qədər buradayım. Mən ancaq bəs eləyir. Dostlar, bura mənim yox elədiyim yerdir. Gəlsəz tapmaq üçün zona 11, sahə 12, dəyirmi stol yazılıb, qırmızı stol var. Bura ən sevdiyim yerlərdən biridir. Buradan da çıxıb digər ən sevdiyim yer təpənin üzərinə çıxırsınız və oradan belə bir yaşıllıq görürsünüz və mənzərəni görə bilirsiniz. Oranı çox sevirəm, orada gedəcəyik. Mən matımı səhv eləmirəmsə bura atmışdım. Və xatırlayıram ki, günəş düz üzümə vururdu yox eləyəndə, o qədər gözəl idi. İndi gələn həftə gələcəm yenə matımdan bura yox eləməyə. Və indi bura gəlmişkən o bölüşdüyüm kitabdan bir cümlə də yadıma düşür. Orada xanımın yanına bir maşın keçir və elə bir vəziyyət yaranır ki, maşın qəza eləmək vəziyyətinə gəlir və həmin xanım çox əsəbləşir ki, bəs maşın bizi sürən çox pis sürürdü, biz burada avariya edəcəkdik də qəza eləyib ölə bilərdik hamımız və s. Nepallı yerli bir kişisi ona deyir ki, bələdçi ona deyir ki, yəni o hadisə bitdi və qurtardı. Ona verdiyin reaksiya sənin öz əlindədir. Yəni sən onu bütün gün beynində gəzdirə bilərsən. Yəni o cəmi bir neçə saniyə sürdü, amma sən onu hələ də davam etdirirsən. Ya da ki, onu boş verib günün huzuruna davam edə bilərsən. Yəni verdiyin qərarlar, hisslər, düşüncələrin səbəbkarı tək sənsən deyir. Yəni okey, onun sürdüyü maşın o tərzdə düzgün deyildi. Amma ona verdiyin reaksiya məsuliyyəti səndədir. İndi bəzən həyatda müəyyən situasiyalardan keçirik, yəni özüm belə bəzən emosiyaların içərisindən keçirik. Yəni ona verdiyimiz həqiqətən reaksiyalar keşir özümüzü, yəni heç kim deyil, bizik. Yəni o reaksiyalar necə veririksə, o bizim günümüzü elə formalaşdırır. Mən məsələn bugün bura qədər gələn müddətdə yolda bəzi hadisələr yaşadım, amma icazə vermədim ki, o mənim günümün əhvalımı pozsun. Yəni sadəcə o hadisəni yaşamaq və üzərindən keçmək. Belə. Burada lalə gülü var. İndi isə təpəyə doğru gedirəm. Aşağıdan gəldim. Və dostlar, qətiyyən gülləri qoparmırıq. Görəndə sadəcə sığallayıb keçmək. Unutmaq ki, onlar da canlıdır. Buradan isə telegüldə görünür. Dostlar, o təpəyə gedən yolda burada bir kafe, restoran da var. Nəsə içimdən gəlir ki, nəsə oturub yemək burada. Çünki acımışam. Gün ərzində burada vaxt keçirəcəm. Amma ondan əvvəl ayaqlarımı soyunub bir qədər yerimək istəyirəm burada. Görəsən cəsə var. Yəqin ki, var. Keçən də yerimişdim, ağlıma gəlir. Ayaqqabıdan istəyirəm sabah. Getdik.
Keçən il mən gələndə burada lotuslar var idi. İndi lotuslar quruyub. Nem torpaq. Ne qədər qarğalar var burada. Suda çimirlər. Hələ təpiyə çıxmamışam. Görünən mənzərə budur. Tam yuxarıdan mənzərə daha da qəşəng olur. Siz mən də ayağımı salmaq istəyirəm suya. Ümumiyyətlə torpaqda yalın ayaq gəzmək bizim enerjimizi, təbiətlə olan enerjimizi bərpa edir, əlaqəmizi bərpa edir və bizdəki enerjini də yeniləyir, təzələyir. Əgər təbiətə qulaq assaq və axışda olsaq, hər kəs bir-birini dinləyir. Mənim yanımda sən qarğalar var idi. Hazırda yerlərini mənə verdilər və getdilər. Gedək görək menyuda nələr var. Bu mənzərədə bir şeylər yiyəcək. Tatlı şeylər görürəm. Sağ ol. İçeride çok adam var. Şöyle oturacağım. Neye bakın, görün neler var. Dostlar, oturası olmadım içeride. Neye göre? Yollarında ancak şinyatlar ve içkiler var idi. Şinyatlara filan da baxdım. Bilmirəm, nəsə keyfiyyətli görünmürdülər. Amma eyni zamanda da qiymətlər normaya görə çox bahadır məncə. Yəni burada tək restoran olduğu üçün başa düşülə bilər. Yemək olsa yeyərdim, amma yox idi. Ondansa buradan gəzib axşam daha maraqlı yerə gedərəm. Özümü o qədər yenilənmiş hiss edirəm. Bir də burada qabaqda böyle uzun bir körpü var. Dəmirlərin üzərindən yeriyə bilərsiniz. Sadəcə mən hündürlükdən qorxduğum üçün ora çıxamıram tək. Ona görə getmirəm bura. Gedərəm, amma özümü də stresi sala-sala yerimək də istəmirəm açıq. Dostlar, burada bircə dənə lotus var. Ağ, açıq. Mən belə başa düşürəm ki, bunlar qurumayıblar, sadəcə açmayıblar. Çünki burada da hələ açılmamışlar var. Yəqin ki, açacaqlar. Mən o dediyim körpü də buradır. Mən indi yeriyə çıxışına gəlib çıxmışam. Elə oradan yerisə sizi birbaşa gətirəcək təpənin yanına. Bir qədər ayaqla yeriyim. Çox da hündürə qalxmadan. Bu bina bilmirəm nəyin binasıdır, amma çox bəyənirəm tikili olaraqdan.
gəldim, belə bir süni göl var, içində balıqlar var da, üzürlər. Ne bilmirəm, bu kulyok bura gəlib necə düşüb. Kimsə atıb bunu, küləyimi uçurub gətirib. Burada içində düşüb gölün, balıqlar ilişib, bir balıq ölmüşdü. Mən çıxardım, kənara qoydum, zibil yeşik görünür. Ki, orası. Ona görə görüb götürərlər düşünürəm. Yavaş-yavaş çıxacağım, oturdum, qəşəng notlar aldım, bir qədər izlədim mənzərəni, xeyli izlədim. Çox yaxşı gəldi mənə, yenilənmiş hiss elədim. Yeni yaşıma tamla belə girmək istəyərdim. Ürək istəyərdi ki, daha belə təbiətli bir kənddə falan olum. Amma buna da şükür. Maraqlı kırıkkalı var, ondan yiyeceğim. Kapı götürürsünüz, gələndə burada sipariş edirsiniz. Karta ödəməni vururlar, yüklənir və çıxışda da hesab edirsiniz, sistem birləşdirir burada. Və hoşuma gələn ki, mətbəx açıq, hər şey görə bilirsiniz, pişirmə proseslərini falan. Sizlər digər bardan sipariş edirsiniz. Bir an xoşuma gəlməyən bir şey oldu. İçkinin ağzına açıqlar verdilər. Mən dedim ki, bəs bunu qaz açacaq. Onlar dedilər ki, yemək yerində gəlib yeni bitirərsən. Qapağını bağlar. İndi görə inşallah qazı qaçmam. Bunu yeməyimi gözləyirəm. Çox acam, çox tatlı yemək yemək istəyirəm. Bunu bilmirəm, yeməyim çox tatlı olur. Dostlar, dediyim kartda budur. Qapıda verirlər sizə. Elə bil ki, kasada ödəmələr yüklənib bunun içinə. Çıxanda da baxırlar hesab nə qədərdir, ona uyğunlar ödüyorsunuz. Dostlar, 5 dəqiqədir yemək gözləyirəm. İlk dəfə bu qədər yemək gözləmişsiniz. Acam. Baxmaq istədiyim bir yer var idi, bayağı doluydu. İndi baxıram ki, seçsin yerimi dəyişdirir. Dostlar, yeməyim bir saatdan sonra nəhayət ki hazır oldu. Krevetkalı risottodur, bir dənə koladır. Şimdi dadına baxaq, görək dadı necədir. Ümid edirəm ki, yemək gözlətmə dəyəcək. Beğendim. Baktı yemeği yemeyende ben buradaki yaxşı keşfettim. Yedim, sardım. Yemeğin tadı qəşəngiydi. Yemeğin tadını beğendim. Daha razıyam ki, çok gözlədim. Bir saat gözlədim ama onu da nəzər almaq var ki, görürdüm ki, həqiqətən sifarişlər çatdırmağa çalışırlar. Məncə bu qədər müştəri götürməməli bir dəfəyə və yaxud da ki, öncədən deməlilər ki, növbə var, gözləyirsən bir saat. Vlogu burada yavaş-yavaş tamamlayıram.
İzlediğiniz için çok sağ olun. Eğer videomu beğendinizsə, beğenmeyi, kanalıma abone olmağı, şərh yazmağı unutmayın. Növbəti vloglarda görüşene kadar özünüzə yaxşı bakın.